Herkese salam, yeni videoma xoş gəldiniz. Bugün sizlərlə bir fürsəti paylaşmaq istədim. Əslində bir neçə ay əvvəl bu fürsəti kəşf elədim, özüm də başvurdum, təcrübə elədim və bəyəndiyim üçün çox işə yarar olduğunu düşündüyüm üçün sizinlə də bu fürsəti paylaşmaq istəyirəm. Bu fürsət sayəsində siz ödənişsiz şəkildə bir çox nüfuzlu universitetlərdən sertifikatlar əldə edə bilərsiniz. Bilirsiniz ki, Coursera adlı bir platform var. Bu platformda bir çox nüfuzlu universitetlərin sertifikat proqramları mövcuddur. Lakin bir çoxu ödənişlidir. Özü ödənişli olmasa da sertifikat əldə etmək ödənişli olur. Lakin bugün bizim dövlətimizin bizə təqdim elədiyi proqram sayəsində 6 həftəlik Coursera proqramı bizə ödənişsiz şəkildə təqdim olunur. Biz bunun sayəsində ödənişsiz şəkildə sertifikatlar ala bilirik Courseradan. Bir çox proqramlara qoşulub və bunları təcrübə etmə şansı tapırıq. Akademiyanın proqramının adı mənim dilimdə desək 4C Akademiyasıdır. 4C də deyə bilərsiniz. Bu nədir deyə soruşsaz, 4-cü Sənaye İnqilabı Akademiyasıdır. Bu bizim dövlətimizin İqtisadiyyat Nazirliyinin tabeliyində, onların öncülüyündə yaranmış bir akademiya, bir proqramdır və dediyim kimi özüm də təcrübə etdiyim üçün sizinlə bölüşmək istədim. iPad-imə keçirəm, buradan necə müraciət edildiyini sizə göstərəcəm. Deməli, mən aşağıda description-da sizə linki paylaşacağam. Bu link vasitəsilə birbaşa müraciət edə bilirsiniz. Deməli, bura gəldiniz. Zaten birbaşa açılır burada məlumatlar nələr doldurmalısınız. İlk olaraq FIN nömrənizlə doğum tarixinizi doldurub axtarış etdiyiniz zaman zaten bir çox bilgi avtomatik olaraq sistemə yerləşir. Məsələn, axtarış edinə bastığım zaman cinsiyyətim, adım, soyadım gəldi. Digər bilgiləri də doldurub müraciət edinə tıklayırsınız. Çox da çətin olmayan bir müraciət prosesi mövcuddur. Bundan sonra olan prosesi də mən sizə anladım. Sizə bir mail gəlir. Mən sizə göstərim bu maili ekran kaydı ilə. Göstərilir ki, burada sizin bu Coursera proqramlarına başlama tarixiniz nə vaxtdır? Yəni sizə lisenziya nə vaxtdan gələcək Coursera üçün? Və qeyd olunur ki, bu 6 həftəlik proqramdır təbii ki. Və bir də görürsünüz ki, sizə Courseradan bu şəkildə mail gəlir. Siz dəvət olundunuz. Join Now-ya bastığınız zaman direkt sizi Coursera'nın rəsmi səhifəsinə aparır və oradan təkrardan Join-a basırsınız və Coursera-da bizim dövlət tərəfindən bizə göndərilmiş lisenziyanı qəbul edirsiniz. Bundan sonra siz proqramlara ödənişsiz şəkildə başlaya bilərsiniz və sertifikatlarınızı ödənişsiz şəkildə əldə edə bilərsiniz. Bir də təbii ki, 4C Akademiyanın özünün bəcləri var. Mən Coursera hesabıma girim, sizə göstərim. Bu bəclər nədir? Bəzi toplu olaraq proqramlar var ki, bu proqramları bitirdiyiniz zaman, sertifikatlarını əldə etdiyiniz zaman avtomatik olaraq sizə bu bəclər verilir. Təbii ki, bu bəclər bizim dövlətimizin əslində bizə yaratdığı fürsətdir. Çünki mən bu bəclərdən bir başqasında, bir yabancıda falan görməmişəm açıqcası. Bircə dəqiqə sistemə girim, sizə də göstərim. Deməli, baxın, gördüyünüz kimi burada mənim bir bəcim var. View badge dedim. Və gördüyünüz kimi Digital Marketing Strategy Content and AI adlı bir bəcdir. Bunu əldə eləmək üçün bir neçə sertifikat proqramını tamamlamaq lazımdır. Baxın, mən burada bitirdiyim sertifikat proqramları var. Bunlar 2021-də bitirdiyimdir. Bu 4 ədəd sertifikat proqramını isə mən bizim bu 4C Akademiyasının sayəsində bitirmişəm. Və burada gördüyünüz yuxarıdakı 3 ədəd kursu bitirdiyiniz zaman burada bizim dövlətimizin təqdim elədiyi bəci əldə edə bilirsiniz. Yəni dediyim kimi bu görməmişəm heç bir ölkədə, heç bir vətəndaşda açığı görməmişəm. Coursera ilə Azərbaycanda bu İqtisadiyyat Nazirliyinin anlaşması sayəsində olan bir şeydir bildiyim qədərilə. Deməli, videomuz bu qədər idi. Mən aşağıda açıqlamalarda sizin üçün dediyim kimi müraciət formunun linkini, 4C Akademiyasının rəsmi Instagram hesabını, WhatsApp qrup hesabını, Telegram hesabını, bütün linklərini sizinlə paylaşmağa çalışacağam. Deməli, kurslar da deyə bilərsiniz ki, ay hansı kursa qoşulum, hansı mənim üçün daha uyğundur, nə edə bilərəm sualını verə bilərsiniz. Ən yaxşı sizə tövsiyəm bu olacaq ki, aşağıda da qeyd eləyəcəyim 4C Akademiyasının rəsmi Instagram səhifəsinə girəsiniz və orada sizin üçün bir çox sahədə kurslar tövsiyə olunur. Həmçinin siz orada sual-cavab bölməsi hər həftə açılırdı. Mən orada 6 həftəlik proqramımda orada suallarınızı verə bilərsiniz.
və onlar da sizə köməkliklər göstərəcək. Videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi və kanalıma abunə olmağı da unutmayın. Sonraki videolarda görüşənədək. Bay bay.